və amma federalizm ya konfederalizm. Kısaca sizə bunu deməliyəm. Bakın İran'da bizim hərəkatımızın, yəni milli hərəkatı Azərbaycanda veya Türklərin milli hərəkatı İran çapında, yəni Azərbaycan, sonra da Tehran, Kərəz, Qum, sonra da ki o bölgələrdəki Türklər yaşayırlar, Qəşqay, İsfahan. Bu hərəkət güclücə İranın gələcək siyasi dəyişikliyində rol oynasın deyə biz bir yol seçmişik. Bizim yolun adı, yəni içəriyi budur. Biz Türk məsələsini İranın içində həll etməyə çalışırıq da. Niyə İran içində? Bu nödür ki, əgər desəydik ki, İran eşiği, yəni istiqlalçıyıq. Əgər istiqlalçı desəydik, başqa qurumların tərəfindən yəni irtibatımız olmayacaqdı. Əmələn də İran rejiminin dəyişikliyində heç təsirimiz olmayacaqdı. Hətta mənfi təsirimiz olacaqdı. Məsələn, bu istiqlalçılar İran rejiminin qalmasına daha çox təsir edirlər, ta İran rejiminin qaldırılmasına. O biraz acayip cümlədir dedim sizə, amma illətini deyərəm. İllət budur ki, bir istiqlaliyyət zehniyyəti ilə heç kəs İranda həmkarlıq eləməz ki, rejimi yıxmağa. Nə istiqlalçılar İranda siyasi qruplarla həmkarlıq elə rejimi yıxmağa, nə də İran rejimini yıxanlar gəlib istiqlalçılarla həmkarlıq elə rejimi yıxmaqda. Yəni nə? Yəni o siyasi güc ki istiqlalda azsa gecir, əmələn müəssir bir qrup olmaz, müəssir bir niro olmaz. Nə qədər bu istiqlalçılar güclü olursa, o qədər İran rejiminin mənafeyi orada təmin olunur. Yəni o güc İran rejiminin əleyhinə mücadilədən uzaqda durur da. Çünki heç kəs ondan danışmaq istəmir, o heç kəslə danışmaq istəmir falan. Fəqət xoşbəxtlik buradadır ki, istiqlalçıların sayı azdır. Bütün sayı azdır, müəssir bir qrup deyil. Amma bir dənə bir problem var orada. İstiqlaliyyət zehniyyət ha, nə ki bir istiqlalçı olur. Bu zehniyyət bizim aktivistlərin beynində, yəni başında dolanmaqdadır. Çünki biraz da bizim hərəkətdə təcrübə azdır falan, duygusallıq da çox deyib. Bu zehnində dolanır rüya ki, mesela istiqlaliyyət falan var. Həman o elə istiqlaliyyət zehni, hətta bütövçülük zehni, hətta turancılıq zehni bizim xalqımızın və hərəkatımızın mücadeləsini İran rejiminə qarşı çalxantıya salır, axsadır, zəiflədir. Baxın, İran içində həll etməyin rahəl nədir? Federal olmaq deyək, konfederal olmaq deyək. Amma bu iki, bunu qısaca fəqət deyirəm, sonra uzun da azmısı danışarıq. Bizim əsli məsələmiz İran içində məsələni həll etməkdir. Baxın, İran içində. Bu İran içində necə həll etməmiz bizim siyasi gücümüzə bağlıdır. Siyasi gücümüz nə qədər çox olursa Azərbaycanda və nə qədər qeyri-fars millətlərin siyasi gücü çox olursa məclisi müəssisəsi ki, qanun əsası yazacaq İranda da orada. Çünki nümayəndələr üçün məclisə qanun əsası yazır. Əgər o qanun əsasında məsələn 51 ya 55% bizim düşünən kimi adamlar gəlsələr o məclisin 51-dən 55%-ə təşkil etsələr, orada da güclüyük federalizm deyirsə, orada konfederalizm qanunu keçərlər. Biraz zəif olsa görsək o federalizm, konfederalizm geçsə bəlva düşəcək, olmayacaq, savaş düşəcək, bir qədəm yeniləşəyə federalizm ələ keçirir. Amma bir daha da bir problem var. Mesela əgər bizim bu hərəkətimiz bugünkü durum olsa, bugünkü durum ki siyasi cəhəti çox zəifdir, orada məclisi müəssisəndə o qədər siyasi güc olmayacaq ki federalizm gerçəkləşmir. Amma sən deyirlər, buraya xod muxtarlıq verək. Amma federalizm bir dövlətdir, yəni dövlət qurma Azərbaycanın, yerel dövlət. Mümkünlük yerel dövlət verməyərək deyirlər, standartı özü seçin məsələn. Bu nəyə bağlı deyil? Bizim siyasi gücümüzə. Bəs əgərsə sözümü toplasam, biz federalist istəyirik, konfederal istəyirik, xod muxtarlıq istəyirik, yalnız ana dili haqqı istəyirik deyəndə nə olacaq? Bu bizim siyasi gücümüzə bağlıdır. Nə qədər çox gücümüz olsa, o qədər çox haqqımız alaq. Amma İran içində alacaq. Yəni istiqlaliyyət mövzuda bu əvvəl İran içində anayasaya, hüquqa, Azərbaycanın varlığını, statusunu, dövlət statusunu yerləşdirəcəksən, Türk xalqının
ünvanını rəsmiyyətə tanıyacaqsan, türk dili bir rəsmiyyətə devlət dili olacaqdır. Ondan sonra ikinci aşamada düşeceğiz aşağı istiklal olar ya olmaz ama istiklal yani İran eşiğinde bir rahel. Biz İran içinde bir raheldi. Buna göre siz soruştunuz ki biz konfederal hakkında danışmamışız, danışmışız. Ama normal olarak normal ve en tanınmış model için dünyada biz şuar verende taraf bilecek biz ne deyirik? Devlet federaldır. Ama mesela diye ki devlet federali mesela Suiz adı devlet federal ama der vaqa konfederal formunda idare olur. Niye? Tarixən bölgələr güclücə meydan siyasətdə olublar və siyasi gücü qanun əsasında məntəqələrə ədalətçi, yəni bərabərcə bölüblər və sistem konfederal. Konfederal sistemdə sənin daha çox qərar verici gücün olur. O cəhətdən merak etməməlisiniz ki, biz konfederalın adını gətirmək. Mesela konfederalı gətsək, daha radikaldır. Yəni ehtiyacı yoxdur. Gətsək, mesela qorxudarıq, dizçidarıq filan. Dikkat edin. Çünkü şuar değil ki senin hakkı alır. Şuar senin hakkı almır. Siyasi gücün senin hakkı alır. Şuar gene el ola ki daha çok cemaat toplaya. Daha çok güc elde ediyor. Mesela desem federal. Çünkü dünyada tanınmıştı federal. Bu federal Amerika'dı, bu federal Alman'dı, bu federal Suis'ti, bu federal Hindistan'dı, bu federal Etiyopya'dı, bu Belçik'ti falan. Yani tanınmış. Onda daha millet federali seçmede korkmaz. Çekinmez. Ya dünyanın devletten çoğusu. Ama konfederal diyen de o mümkün değil. Pis çəkilər. Ona göre yanlışdır ki konfederal şuarı verəsən. Şuar dedim bu tikirələyirəm. Bütün çok mühüm şeydir. Bazı adamlar bizim bu istiklalçılarımızda bunu düşünürler. Güya biz şuarı istiklal verirsek istiklal elde ederiz. Bu yanlış. İstiklal deyəndə yani heç kəs gəlməyəcək. Çoxu dişinəcək, çoxu qaçacaq. Hətta çoxu qaçacaq farsların cibəsində belə ki, belə bir təcziyə bir qolu özləri təcziyə tələb olur. Təcziyə olmaz. Ama şuarı federalı verdiğinde mənası bu deyil ki, sən federalı həttəmən alacaqsan. Gücün olsa federal alacaqsan. Daha çok gücün olsa konfederal alacaqsan. Daha federaldan az gücün olsa xod muxtarlıq alacaqsan. Xod muxtarlıq gücüne de gücün olmasa, yani gözünden güc məlum da meydanda. Sənə səs verməyəcəklər məclisdə məsələn. Sənin nümayəndələrin sənə səs verməyəcək. Çeyizlikli məclis arasında ay şeyler. Mümkün değil fakat ana dili hakkında diyorlar. Siz bir mesela məktəbdə bunu oxuyun. Yani bu siyasi gücə bağlı da olar. O cəhətdən ki federalizm seçilib ki en tanınmış bir devlet kuruculuğu, yerel devlet kuruculuğunda tanınmış modeli təbliğ ediyor ki hem cəzaviyyət olsun, hem tanınmış olsun, hem qorxudub dizçitməsin cəmaati və bu vasitələ onları cəlb eləsin stratejiyə tərəf. Yəni Azərbaycanda bir devlet kurulmalıdır. Ama bu devletin mahiyyəti federal veya konfederal olması o günkü kurulur, o günkü gücümüz nədiysə onun əsasında qurulacaq ki, eləyə bilər konfederal olsun. Umuram ki sözümü sizə demiş olmuşam bu sahədə.